Bir insan səndən əvvəlki kimi istifadə edə bilmirsə, dəyişdiyini deyəcək. Bunu Freud deyib. Bir də el dilində əlavələr etsək, səni öyrədən var, həyatında biri var, qudurmusan, qədrini bilmədin kimi cümlələr quran insanın bilin ki, planı pozulub. Öncə səni dəlilər kimi sevdiyinə inandırar, sonra isə sənin hisslərini və həyatını öz kontrolu altına alar, daha sonra ətrafındakı hər kəsdən səni uzaqlaşdırar. Hər kəs pisdir, hər kəs sənə pislik etməyə çalışır, bir tək mən yaxşıyam düşüncəsini sənin beyninə yeridib, səni gücsüzləşdirərək özündən asılı hala gətirər. Hətta bəzən yaşadığın həyatı da ona borcluymuşsan kimi hiss etdirər. Sənin yox, öz etdiklərini ön plana çəkər və ondan ayrılsan daha betər günə qalacağına səni inandıraraq ayarlarınla oynayar. Söhbət əlbəttə ki, narsistlərdən gedir. Bu insanların manipulativ davranışlarının əsla qurbanı olmayın. Onlar özlərindən və öz konforlarından başqa heç nəyi və heç kimi düşünməzlər.